Bugün 9-cu mikrorayondayıq və 9 mərtəbəli binanın tavanına 1 tonluq nержавейка su çənimizi qaldırdıq. Allahın izni ilə təhvil verdik. Videonun sonuna qədər izləyin, çünki axırda sizi dəmir çənin içində olanları göstərəcəm. Çənimizi keyfiyyətli şəkildə quraşdırdıq. Bu çənlərin özəlliyi odur ki, bu çənlər heç vaxt xarab olmur, paslanmır, su iylənmir, içində yaşıllıqlar göbələk əmələ gətirmir, sağlam saxlayır bir sözlə suyu. Biz 10 il zəmanət veririk bu çənlərə. İçi göründüyü kimi üstü necədirsə, içi də elədir. Təptəmiz, şəffaf, yəni illər keçsə də belə onun içində vəziyyət dəyişmir. Sizi də sağlam seçim eləməyə çağırıram. Köhnə çən isə, köhnə çənin içinə baxaq və köhnə çənin içində olan bu cür hallar bizim çənlərdə Allah həmd olsun ki, olmur. Sabunçu qəsəbəsinə 1 ton 700 litrlik nержавейка su çənimizi göndərdik. Köhnə dəmir çəni ekskavator vasitəsilə düşürdük aşağı. Bu dəmir çənin içində o qədər pas var idi ki, ev yiyəsi çox gileylənirdi, çox narazı idi və bizim çəndən sifariş elədi. Biz də keyfiyyətli şəkildə gətirdik, quraşdırdıq, təhvil verdik, 10 ildə zəmanət verdik. Bu çənlər heç vaxt xarab olmur, paslanmır, suyu iyləndirmir. Nержбак. Nabrana 1 ton 700 litrlik nержавейка su çənimizi göndərdik. Bu çənlər paslanmaz materialdan hazırlanır, 304 markadan. Bunun içində içməli su da saxlamaq olur. İçində heç vaxt mamır, göbələk, yosun, belə şeylər əmələ gəlmir. İçi təmiz qalır, çölü təmiz qalır, heç vaxt paslanmır, xarab olmur. Biz də bu çənlərə 10 il rəsmi zəmanət veririk. Siz də xarab olmayan çən sifariş eləmək istəyirsinizsə, plastikin içində yaranan iydən yorulmusunuzsa, ümumiyyətlə çənlərdə yaranan problemlərdən yorulmusunuzsa, yalnız bu çəni bir dəfə alırsınız, qoyursunuz, quraşdırırsınız həyatinizdə və 10 il zəmanətlə inşallah bir ömür istifadə edirsiniz. Həyatınıza da, sağlamlığınıza da qayğısına qalmış olursunuz. Əssəlamu aleykum, əziz izləyicilərimiz. Bu günləri Biləcəridə idik, Biləcəri qəsəbəsində və 1 ton 400 litrlik nержавейка su çənimizi gətirdik və onu dama qaldırdıq. Bu çənlərdə pastan söz gedə bilməz, söhbət ola bilməz, su iylənməkdən, çürüməkdən və s. Keyfiyyətli şəkildə qaldırdıq, quraşdırdıq çəni, təhvil verdik ev yiyəsinə, xeyirli olsun. Biz hər bir kəsə bu çənlərdən almağa, istifadə etməyə məsləhət tövsiyə edirik. Çünki ona görə yox ki, biz bunu istehsal edirik. Sırf ona görə ki, ən sağlam seçim bugünkü gün bu çənlərdir və ən münasib yeni texnologiya ilə hazırlanır və buna görə də ən münasib çənlər bunlardır. Tut bura. Baxın, yəni bu çənin vəziyyəti bu olub.